Günün ənənəvi olaraq hava haqqında məlumatına diqqətinizə çatdıracağıq. Bugün sentyabrın son günüdür. Yəni 30 sentyabr tarixdir və yeni ayın ilk günü 1 oktyabr tarixi üçün hava haqqında məlumata diqqətinizə çatdırırıq. Belə ki, oktyabrın 1-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli leysan xarakterli yağışların yağacağı və şimşək çaxacağı ehtimal olunur. Yağıntılar axşam tədricən kəsiləcək, güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəzlənmiş olacaq. Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz isə 17-19 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrində isə bəzi yerlərdə arabir yağış yağacaq və şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə isə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərə isə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu isə gecə 13-16 dərəcə isti, gündüz isə 17-21 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8, gündüz isə 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır.